Kəpənəkçi kəndinə hər birimiz xoş gəlmişik. Azerbaycan ve Gürcistan arasında dostluk daima olsun. Gürcü ve Azerbaycan xalqlarının çox istəkli nümayəndələri bayramımız mübarək olsun. Allah sizi bu torpağı da size çok görmesin. Salam, xoş gördük sizin hər birinizi, əziz qonaqlarımız, əziz dostlar. Kəpənəkçi kəndinə hər birimiz xoş gəlmişik. Hörmətli qonaqlarımız, əziz tamaşaçılar, Azərbaycan ilə Gürcistan ictimai televiziyalarının birgə ərsəyə gətirdiyi dostluq konsertindən hər birinizi ən səmimi arzularımızla salamlayırıq. Və madam ki söhbət dostluq konsertindən gedir, o zaman bu dostluq konsertinin başlanğıcını salamlaşma həm Azərbaycan, həm də əlbəttə ki Gürcü dilində olmalıdır. Salih buyur. Elə isə, moge salme bit zmebo de debo. Azərbaycan olı kartulu mega brobisat Netxnel konsert maskelat vatskadept. Əziz dostlar, bugünkü konsertimiz əslində xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq, qardaşlıq münasibətinin bariz nümunəsidir. Dostluq və əməkdaşlıq Gürcü və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərdə çox əsrlik və şanlı bir tarixə malikdir. Və elə ona görə də bugün biz keçilmiş yola nəzər salaraq iftixarla, fəxrlə deyə bilərik ki, xalqlarımız çiyin-çiyinə birlikdə yaşayaraq bir-biri ilə həmişə səmimi dostluq münasibətləri saxlamış, bir-birinə yaxından kömək etmişdir. Biz əsrlər boyu birlikdə, yanaşı, görkəmli Azərbaycan şairi Səməd Vurğunun vaxtı ilə dediyi kimi biri-birimizin yanında yaşamışıq. Bu birgə həyat xalqlarımıza daim xeyir, çox böyük məmnunluq gətirmişdir. Bu hissi indi də, bu günlərdə də, xüsusən xalqlarımız milli azadlığa, dövlət müstəqilliyinə nail olduğu vaxtdan bəri də keçiririk. Xalqlarımız keçdiyi tarixi yol bir çox cəhətlərinə görə oxşardır. Əlbəttə ki, oxşarlıqlar çoxdur, həm tariximizdə, həm mədəniyyətimizdə, amma tariximizdə ən əlamətdar bənzərliklərdən biri isə həm Azərbaycan, həm də Gürcistanın eyni ildə, eyni vaxtda dövlət müstəqilliyi əldə etməsidir. Bugün, bax bu konsertimiz boyu həm tariximizdən, həm mədəniyyətimizdən, dostluğumuzdan danışacağıq və əlbəttə ki, konsertimizi bəzəyən bizim hörmətli qonaqlarımızın, musiqiçilərimizin, müğənnilərimizin, rəqqaslarımızın iştirakı olacaq. Və sözsüz ki, belə bir gündə həm Azərbaycan, həm də Gürcistan mədəniyyət və incəsənət xadimləri bu səhnədən sizi salamlayacaqlar. Öz nəğmə payını, rəqs payını sizə ərməğan eləyəcəklər. Və proqramımızı artıq gözəl bir ifa ilə açıq elan etmək istəyərdik. Sizi bax bu gündə ilk olaraq təbrik etmək üçün bizim Respublikanın xalq artisti, səhnəmizin ən gözəl leyillərindən biri, gözəl muğam ustadımız Səkinə xanım İsmailovanı dəvət eləmək istəyirik səhnəyə. Alqışlarınızla. Ay ışıqlı, göy dozulu yolaydı, könlüm evi çırağandır bu gecə. Ay ışıqlı, göy dozulu yolaydı, könlüm evi çırağandır bu gecə. Nə bir çiçək, nə bir yarpaq solaydı, nə inciyib yarıdan küsən olaydı. Nə bir çiçək, nə bir yarpaq solaydı, nə inciyib yarıdan küsən olaydı. Bizi bir gün ayrı görsək ağlar, könlüm sənin əsrətinlə dağılar. Gündə 100 yol sənə qurban olardı, qorxuram ki deyərlər çox ağlar. Gündə 100 yol sənə qurban olardı,
məndədir. Əllərinin hərarəti məndədir. Yar yolunda duman nədir, çən nədir? Əllərinin hərarəti məndədir. Dünya aləm bütün gözələ dönsə, mənim gözüm, mənim könlüm səndədir. Dünya aləm bütün gözələ dönsə, mənim gözüm, mənim könlüm səndədir. Bizi bir gün ayrı görsə ağlar, könlüm sənin əsrətinlə dağılar. Gündə 100 yol sənə qurban olardım. Qorxuram ki, deyərlər çox ağlar. Gündə 100 yol sənə qurban olardım. Qorxuram ki, deyərlər çox ağlar. Hər möhnətə dözərəm, dözərəm. Sına məni, sına yar, sına. Əydə çıxsam vəfasız, vəfasız, onda məni qına yar, qına. Cənnətli gözəl yurdum, onun bəhrəsiyəm mən. Cənnətli gözəl yurdum, onun bəhrəsiyəm mən. Dərya olsa əgər, damla kimi zərrəsiyəm mən. Şahanə vüqarım bala, şahanə vüqarı vətənin dağlara bənzər. Fəxr eyləyirəm, daim onun qəlbəsiyəm mən. Aman, aman, ay canım. Cənnət deyilər, yolda mənim pirilərim var. Bilsin, bilsin bütün aləm bu yolun körpəsiyəm mən. Şəmsimdir Füzuli, qəmərim Seyid-i Şirvan. Ustadım olan Vahid Pirin səsiyəm mən. Aman, aman, Bakir demə yaş keçdi, qocaldım hər
tədbirimizin gerçəkləşdiyi bu kəndin neçə övladı dünyanın 200-dən artıq şəhərinə səpələnib. Və əlbəttə ki, onların hər il doğma vətəninə, Gürcüstana dönməyi onların bu yurda, elə obaya bağlılığının nümunəsidir. Biz indi həmin dönüşlərdən birinin iştirakçısıyıq, əziz dostlarımız. Və istəyərdik ki, bu konsertin, bu layihənin gerçəkləşməsində əməyi olan Kəpənəkçi Cəmiyyətinin sədri Rəşid Məmmədəlovu səhnəyə dəvət edək. Və onun təbriklərini, ürək sözlərini eşidək əlbəttə. Bugünkü Dostluq Bayramı münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirəm. Həmişə bu işdə uğurlar arzulayıram. Gürcü-Azərbaycan dostluğu qədimdəndir. Ulu babalarımız çiyin-çiyinə dayanaraq, istər istehsalda, istərsə vətənin müdafiəsində möhkəm dayanmışlar. Bu dostluğu təntənəli surətdə bu günləri qeyd edirik. Söz veririk ki, Kəpənəkçi Xeyriyyə Cəmiyyəti hər il ənənəyə çevrilən bu dostluq bayramını həmin bu gündə bayram eləyəcək. Kəpənəkçi Xeyriyyə Cəmiyyətinin üzvlərinin səsi dünyanın hər bir bölgəsindən gəlir. Kəpənəkçi Xeyriyyə Cəmiyyəti 141 ailəni himayə götürmüşdür. O 141 ailədən Gürcüstan qaçqını 20 nəfər ailəni də hər əziz gündə öz hədiyyəmizlə sevindiririk. Bizim qaçqınlar da, Gürcü qaçqınları da yaxın zamanda öz yerlərinə qayıdacaqdır. İndi isə qarşınızda Bolnisinin Siyoni rəqs qrupu çıxış eləyəcək gözəl bir Gürcü rəqsi. Sakinləri, biz Azərbaycanın paytaxtı Bakıdan bura gələrkən bu yerlərin gözəlliyi, təbiətinin əzəməti haqqında çox eşitmişdik və gəlib burada həmin o fikirlərin, həmin o məlumatın təsdiqini görəndə həqiqətən də buranın səfalı təbiətinin qarşısında bir növ aciz qalmışdır. Biz indi bəzi vacib məkanların adını çəkəcəyik. Baxın, qarşıda Lök dağı Ləlbər, solda Qurdlar dağı,
sağda Yel dağı, Dovşan Təpə. Həqiqətən də bu əzəmət, bu gözəlliklər insanı heyran etməyə bilməz, əziz dostlar. Amma bizi bu yerlərə çəkib gətirən təkcə bu əsrarəngiz gözəllik deyil. Əlbəttə ki, həm də bizim xalqlarımızın dostluğu, mehribanlığıdır. Var olsun, yaşasın hər zaman bu dostluq, bu mehribanlıq və onun bariz nümunəsi olaraq daha bir qonağı biz səhnəyə dəvət eləmək istəyirik. Bu an öz ürək sözlərini, təbriklərini sizə bildirəcək Kvemo Kartli bölgəsinin qubernatoru David Kipkitadze. Mən sizin hamınızı, bütün mərasim iştirakçılarını salamlamaq istəyirəm. Buraya təşrif gətirdiyinizə görə təşəkkür edirəm. Xüsusilə Azərbaycandan gələn qonaqlarımızı salamlayıram. Qeyd edim ki, bu cür tədbirlər Gürcüstan Prezident Administrasiyası tərəfindən daim dəstəklənəcək. Gürcü yaradıcı ziyalılarının parlaq nümayəndələrinə öz salamlarımı ünvanlamaq istərdim. Burada görkəmli Gürcü bəstəkarları, yazıçılar, artistlər iştirak edirlər. Cənablar, minnətdarıq ki, belə bir möhtəşəm tədbirdə iştirak edirsiniz. Məxsusi salamlarımı Gürcüstanın xalq artisti Zurab Kakyanizə ünvanlayıram. Mən bu kənddən çıxan, öz fəaliyyətlərini hazırda Bakıda davam etdirən ziyalıları ehtiram hissi ilə salamlayıram. Onlar bir anda olsun öz doğma yurtlarını, öz vətənlərini, buradakı soydaşlarını unutmurlar. Elə bu tədbirin özü də belə bir münasibətin bariz nümunəsidir. Gürcüstan prezidenti demişkən, siz bizim dostluğumuzun ən etibarlı dayağı və ən qiymətli sərvətisiniz. Bir daha təşəkkür edirəm. Çox danışmayacağım, çünki hava həddindən artıq istidir. Tədbir iştirakçıları isə olduqca çoxdur. Sağ olun. Hər an bizi öz yanınızda bilin. Bizim səhnəmizin çox gözəl xanım xanəndələrindən biri, yenə də Milli Opera Teatrının gözəl Leyli ifaçılarından biri, bizim Azərbaycanımızın əməkdar artisti Gülüstan xanım Əliyevanı dəvət eləmək istəyir. Alqışlarla əziz dostlar, Gülüstan xanım gəlir. Sardım ki mən bir xanım, səndir aya ceyranım.
dostlar, Gürcüstan bir çox xalqların vətənidir. İllərin, əsrlərin sınağından çıxmış, dilindən, dinindən asılı olmayaraq hər bir kəsi birləşdirən bu mehribanlıq, qardaşlıq münasibətləri sözün əsl mənasında dərin köklərə malikdir. Və elə biz də istəyərdik ki, konsertimizin davamında bu qardaşlıq münasibətlərinin tarixindən və bugün Gürcü və Azərbaycan xalqı arasında dostluq münasibətlərindən danışmaq üçün səhnəyə bir gözəl xanım dəvət eləyək. Beləliklə, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, Millət vəkili Qənirə xanım Paşayeva. Burada olmaqdan, sözün həqiqi mənasında sizinlə bir yerdə bu gözəl bayramı qeyd eləməkdən böyük şərəf hissi keçirirəm və bunu tam məsuliyyətlə deyirəm ki, mən çox şadam ki, bugün buradayam və burada olmağıma görə xüsusilə Kəpənəkçi Cəmiyyətinin sədrinə, onun bütün üzvlərinə təşəkkür edirəm ki, məni də belə bir şərəfə layiq görüblər ki, mən bugün bu gözəl bayramı sizinlə birlikdə, sizin aranızda qeyd edirəm. Mən çox sevinirəm, çox şadam. Çünki Kəpənəkçi kəndi Gürcüstanda Azərbaycanlıların, soydaşlarımızın yaşadığı ən böyük kəndlərimizdən biridir. Və bu kənd Azərbaycanlıların tarixinə çoxlu, görkəmli oğul və qızlar verib ki, hansı ki biz onların hamısı ilə fəxr etmişik və bugün də fəxr edirik. Bu gözəl bir bayramdır. Əziz kəpənəkçilər, bu dostluq bayramıdır. Bu Azərbaycan və Gürcü xalqının bugün Kəpənəkçidə keçirilən bir dostluq bayramıdır. Və bu dostluğun möhkəmlənməsində, bugün bu tədbiri belə ruhla qeyd eləməyimizdə əməyi olan insanlar var. Yəni Azərbaycan-Gürcüstan dostluğu üçün, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı üçün çox işlər görmüş insanlardır. Mən onların birincisi Azərbaycan xalqının milli lideri Heydər Əliyev, hansı ki Azərbaycan-Gürcüstan dostluğunun inkişafı üçün böyük işlər görmüş insandır, onun ruhu qarşısında baş əyirik hamımız. Azərbaycan prezidenti Cənab İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakashvili iki dövlətin, iki xalqın bir-birinə yaxınlaşması üçün çox böyük işlər görürlər və məncə onlar ən böyük alqışa layiqdirlər. Azərbaycanın birinci xanımı xanım Mehriban Əliyeva və Gürcüstanın birinci xanımı xanım Sandra Rulovs, onlar da Azərbaycan və Gürcü xalqlarının bir-birinə yaxınlaşması üçün çox işlər görürlər. Mən hesab edirəm, onları da burada yüksək səviyyədə alqışlamalıyıq. Mən parlamentimiz adından, dostluq qrupunun sədri kimi hamımızın adından sizi təbrik edirik. Can sağlığı, uğur, xoşbəxtlik arzuluyuruq. Arzu edirik ki, bu dostluq əbədi olsun, bu dostluq daimi olsun. Çünki bu dostluq dövlətlərimiz və millətlərimizin birlikdə gələcəyi üçün çox önəmlidir. Mən sizin hamınızı təbrik etməklə yanaşı bir xanımın da adını çəkmək istəyirəm və sonda onu dəvət edəcəm. Gürcüstan-Azərbaycan dostluq evi yaradaraq dostluğu daha da möhkəmlənməyə xidmət edən Gülya xanım Alasanya buradadır. Mən təşəkkür edirəm ona da. Gülya xanıma kiçik bir hədiyyəmiz var. Çünki o Gürcüstan-Azərbaycan dostluğu üçün bir ev yaradır və çox gözəl işlər görür. Ona görə Gülya xanıma mən qılınc hədiyyə edəcəm. Bəziləri düşünə bilər ki, qadına qılınc hədiyyə etmək nə qədər doğrudur. Amma mən hesab edirəm ki, qılınc güc rəmzidir, qüdrət rəmzidir və Azərbaycan və Gürcü qadınları həmişə çox güclü, qüdrətli olublar və bu dostluq üçün də çox güclü fəaliyyət göstərdikləri üçün Gülya xanıma mən ədalət və güc rəmzi olan bu qılıncı hədiyyə edirəm. Təşəkkür edirəm. Alqışlayaq əziz dostlar. Sağ ol hanım. Değerli ev sahipleri, değerli misafirler, değerli organizatörler, teşekkür etmek istiyorum bu çok güzel bayram için. Ama biz Gürcistan'dayız ve ondan dolayı ben az Gürcüce söyleyeceğim. Sizi hər birinizi səmimi qəlbdən salamlayıram.
Şadam ki, belə bir təntənənin iştirakçısı oldum. Bu doğrudan da xalq təntənəsidir. Belə bayramların çox böyük əhəmiyyəti var. Bu həm bayram, həm də nümunəvi bir gündür. Belə təntənələr bizə kimliyimizi xatırladır, dostluğumuzu bir daha vurğulayır. Bu nöqteyi nəzərdən onun tərbiyəvi xüsusiyyətləri də var. Gənclərimiz üçün çox təsirli ola bilər. Biz həmişə bilirdik ki, bu bölgələrdə zəhmətkeş, istedadlı xalq yaşayır. Bilirdik ki, onlar qanuna hörmət edənlərdir. Bu müstəqillik illərində də təsdiqləndi. Müstəqillik illərində bu insanlara öz qabiliyyətlərini göstərmək, bacardıqlarını nümayiş etdirmək imkanı verdi. Onlar da qrup yaratmağa başladılar. Nəticədə gör bu diyar necə abadlaşdı, nə gözəl oldu. Bundan əlavə biz sizə Azərbaycan və Gürcüstan arasında dostluq körpüsü kimi də baxırıq. Ancaq onda deməliyəm ki, artıq Gürcüstanla Azərbaycan arasında çoxlu dostluq körpüsü də mövcuddur. Əsrlər ərzində də belə olub. Bizim insanlarımız bir-birlərini sevirlər. Sevgi də təmənnasız bir hissdir. Bundan əlavə bizim ümumi prinsiplərimiz, ümumi məqsədlərimiz, hətta ümumi problemlərimiz də var. Məlumdur ki, biz Sovet İttifaqından birlikdə çıxdıq və müstəqil dövlətlərimizdə bazar iqtisadiyyatı da qurmağa başladıq. Sözsüz ki, bizim oxşar problemlərimiz də var, ancaq bu problemlər həlli mümkün problemlərdir. Əgər biz bir olsaq, onları asanlıqla dəf edib gözəl dövlətlər quracağıq. Diqqətinizə görə təşəkkür edirəm. Bu gözəl gün münasibətilə sizləri bir daha təbrik edir. Uğurlar şəxsi həyatınızda səadət arzulayıram. Azerbaycan ve Gürcistan arasında dostluk daima olsun. Gürcü və Azərbaycan xalqlarının bir eldə, bir obada belə mehriban yaşayışı mədəniyyətlərin biri-birini tamamladığının təsdiqidir. Gürcüstanda baş verən bütün məsələlər Azərbaycan xalqı tərəfindən diqqətlə izlənilir. Hətta eşidəndə ki, bura sel gəlib, dolu yağıb, inanın ki, biz də buna rahatçılığı sizinlə bölüşürük. Və daha bir Gürcü rəqsinə tamaşa eləyəcəyik. Gürcüstan Dövlət Ansambli Erisioni və onun solisti Anna Avarskaya-İsayeva.
Növbədə bizim daha bir hörmətli qonağımız səhnəyə gələcək. O da Azərbaycan-Gürcüstan dostluq əlaqələri haqqında öz fikirlərini, dəyərli mülahizələrini sizinlə bölüşəcək. Gürcüstan parlamentinin İnsan Hüquqları Komitəsinin sədri Giya Arsinaşvili səhnəyə dəvət olunur. Bu qeyri-adi bayramı, qeyri-adi təntənəli mərasimi Gürcüstan parlamenti adından salamlamaq istəyirəm. Burada iştirak edən gəncləri, uşaqları xüsusən salamlayıram. Onlar belə tədbirlərin iştirakçısı olaraq böyük və əmin olacaqlar ki, Gürcü və Azərbaycan xalqı qardaşdır. Onların böləcəkləri bir şey yoxdur. Millətlərimiz əl-ələ verib yeni həyat qururlar. Şənlənin, yaşayın, qoy sizin zəhmətinizin bəhrəsi daim xeyirli olsun. Sizə də, sizin qonaqlarınıza da xoşbəxtlik arzulayıram. Heç olarmı ki, Gürcüstanda, Kəpənəkçi kəndində belə bir gözəl mərasim təşkil olunsun və biz burada aşıq musiqisi eşitməyək? Bir dəqiqə. Hörmətli Kəpənəkçi kənd sakinləri, olarmı ki, bax, bu gözəl mərasimdə bugün aşıq musiqi səslənməsin? Olmaz əlbəttə ki, çünki bu yerləri ən çox tanıdan, sevdirən musiqi növlərindən biri də aşıq musiqisidir və biz hər zaman istənilən məkanda, istənilən məclisdə o gözəl milli sazımızın ahəngini eşidəndə həqiqətən də çox böyük fərəh hissi keçiririk. Beləliklə, biz səhnəyə çox tanıdığınız və sevdiyiniz bir şəxsi dəvət eləyəcəyik. Alqışlarınızla qarşınızda çıxış eləyir. Aşıq Cahangir. Buyurun, qarşılayın. Borçalı bir mahaldır, sədası hər yana çatır. Sinəsindən xıram çayı, süzülür mana çatır. Vardatı hər büsatı, şəkiyə şirvana çatır. Güzel para kəndinən belə şöhrət şana çatır, belə şöhrət şana çatır. Borçalı bir mahaldır, sədası hər yana çatır. Sinəsindən xıram çayı süzülü ümmana çatır. Vardatı hər büsatı şəkiyə şirvana çatıb, 150 para kəndinən belə şöhrət şana çatıb. Der Kəpənəkçi ey Emin ağa, neçə sultan xana dəyər. Ömər oğlu Abbas qardaş, 100 min cana dəyər. Sədr Musa Təhməz Mikail, küllü dağısı dana dəyər. Sarçala Muğanlıdan, Məşdi Gürcüsü dana dəyər. Xıdır oba Dünyar Paşa, İsmin al Osman'a çatır, İsmin al Osman'a çatır. Kəpənəkçi Emin ağa, neçə sultana dəyər. Ömər oğlu Abbas qardaş, 100 min cana dəyər. Sədr Musa Təhməz Mikail, küllü Dağıstana dəyər. Sart Çalamuğanlıdan Məşdi Gürcüstana dəyər. Xıdıroba Dülyər Paşa, ismi Al Osmana çatır. Aşıqların ustadı Sadıqa Əhsən demişəm. Xındi Məmməd kamanlara alıcı tərlan demişəm. Aşıq əhətlə Sabirə olmuşam heyran demişəm. Əmrahın saz çalmağı Təbrizə Tehrana çatır. Aşıq Söyün sarasını eşidib hər yan tanıyır. Ayağı Tiflis, Qazaxbaşı, İrəvan tanıyır. Türkiyə, Türkmənistan, Culfa, Naxçıvan tanıyır. O kişi öz sənətində Ərəstin loğmağına çatır.
kişidə şərh elədi bu kamalı. Uzaq görən çörəyi verən Sadaqlıda Hüseyin alım. Qoy tarixdə adı qalsın, kimə qalıb dünya malı. Aşığın əlindən nə gəlir, hünər dastana çatım, hünər dastana çatım. Gürcüstan-Azərbaycan parlamentlər arası dostluq qrupunun daha bir üzvü. Millət vəkili Nazim Məmmədov. Alqışlayaq Nazim müəllimi, onu da qarşılayaq. Nazim müəllim, xoş gəldiniz. Çox sağ olun. Sizin icazənizlə mən bir-iki kəlmə rusca deyim. Недавно господин Saakashvili Bu yaxınlarda cənab Saakashvili Bakıda rəsmi səfərdə oldu. Səfər zamanı o bir çox yadda qalan fikir söylədi. Onlardan mən bir neçə sitat gətirəcəm. Sovet imperiyasından bizə qalan bir şey oldu. O da rus dilidir. Həmin dilin vasitəsilə biz dostlarımızla ünsiyyət yaradırıq. Onun dəyərli sözlərindən biri də bu idi. Mən əminəm ki, yaxın vaxtlarda Azərbaycan və Gürcüstan konfederasiya yaradacaqlar. Nəticədə xalqlarımızı narahat edən bir çox məsələ keçmişdə qalacaq. Burada vətəndaşlıq və başqa məsələ öz həllini tapacaq. Mən arzu edirəm ki, Gürcüstanın bütün ərazisi, itirdiyi torpaqlar Gürcü bayrağının altında birləşsin. Azərbaycan torpağı isə Azərbaycanın bayrağı altında. Hər birinizə minnətdarlıq edir və elə bir gün arzulayıram ki, bayaq dediyim kimi müvəqqəti itirdiyimiz torpaqlarımız, bayraqlarımız altında birləşsin. Millətlər dost olanda dövlətlər də dost olmalıdır. Azərbaycan və Gürcüstan prezidentləri olduğu kimi mən əminəm ki, yaxın vaxtlarda Azərbaycan, Gürcüstan və Türkiyə təkcə iqtisadi deyil, həm də siyasi tərəf müqabil olacaqlar. Əminəm ki, bu tradisiyanı siz həmişə davam etdirəcəksiniz. Eşq olsun kəpənəkçilərə. Daha bir gənc müğənnini, gənc xanəndəni bu səhnəyə dəvət eləyəcəyik. Muğam müsabiqəsinin laureatlarından biri, çox istedadlı xanəndə Vəfa Orucovanı dəvət edirik səhnəyə. Dedim ol yar həmişə sənə
Azərbaycan O məni Parisə dəvət edir. 14 gündən sonra mükəmməl görünməliyəm. Amma təbəssümüm kifayət qədər bəyaz deyil. Dişlər arasındakı ləkələri təmizləmək xüsusilə çətin olur. Blendamet 3D White Lux o ləkələrin 90%-ə qədərini 14 günə yox edir. Onun parıldadıcı mikrogranulalı intensiv deluxe formulu təbəssümünüzə deluxe bəyazlıq gətirir. Bu da mənim qar kimi bəyaz təbəssümüm və görünür onun üçün bu dünyanın bütün brilliantlarından daha dəyərlidir. Blendamet 3D White Lux təbəssümünüz parlaqdır. Sən dünyanı yarışa dəvət edəndə qələbə sənin ola bilər. Bu günü yeni Mac3 Turbo Victor'dan aldığın əminliklə başla. Üzünüzü yuxarı və ya aşağı qırxmanızdan asılı olmayaraq tam rahatlıq və daha az qıcıqlanma. Jiletin rahat ülgücünü Mac3 Turbo'nu sınayın. Kəpək, bəs mən indi neyniyim? Narahat olmayın. Axı kəpəyi effektiv yox edən şampun var. Acti-Zinc formulalı Head & Shoulders kəpəyi effektiv yox edir. Baxın, heç bir kəpək yoxdur. Görürsüz, bu şampunu müntəzəm istifadə etdikdə kəpəyin nə olduğunu həmişəlik unuda bilərsiniz. Buna görə mən Head & Shoulders məsləhət görürəm. Sağlam saçlar mərkəzi tərəfindən tövsiyə edilir. Gecələri möhkəm yatırıq, sleep and play. Bax belə möhkəm yatırıq, heç ağlamırıq. Yeni günə başlayırıq, sleep and play. Yeni günə başlayıb əylənməyə hazırıq. Yeni vegan açıl Sleep and Play 9 saata qədər hopdurma qabiliyyətinə malikdir. Bax belə oynayırıq, biz Sleep and Play. Gün boyu oynayır, oyuna doymayırıq. Möhkəm yuxu yeni Sleep and Play ilə indi və həmişə cəmi 20 qəpiyə. Şərqin əsrarəngiz şəhəri Məşədi bizimlə kəşf edin. Mötəbər ziyarətgahlar, məşhur həkimlərin çalışdığı müasir klinikalar, alış-veriş və əyləncə mərkəzləri, 5 ulduzlu otellər, iyulun 8-dən etibarən hər həftə Bakı-Məşəd-Bakı reysi ilə Şərq aləminin incisinə Silkway Travel ilə səyahət edin. Ünvan Nizami 84, telefonlar 598 88 80, mobil 050 798 54 54. Yeni Kamay. Bu, bir-biri üçün yaranan bir qadının və bir kişinin hekayəsidir. Onları cazibədar ətir tanış etdi. Sən necə də gözəlsən. Onu heyran edin. Yeni Kamay kolleksiyası. Bizim adamsan. Vüqar Yaşaroğlu firmasının fabrikində Avropa texnologiyası ilə taxta, MDF və şpondan zövqlə hazırlanan qapılar, mətbəx mebelləri, stol və stollar, şkaflar, dəhliz mebelləri yığılır. Firmanın fabriki Biləcəri yolu körpünün yanında yerləşir. Fabrikin sərgi salonları şəhərin İnqilab küçəsində və Ayna Sultanova heykəlinin yanında fəaliyyət göstərir. Telefonlar 050 206 1094, 050 342 40 56, 012 561 24 33. Sızmalara qarşı etibarlı müdafiə sənin üçün çox vacibdir. Axı sənin qarnın yatarkən də genişlənir və yığılır. Amma bu səni narahat etmir. Çünki yalnız Pampers Active Baby bezlərinin kənarları 8 santimetrə qədər dartılaraq bezin əyinə rahat şəkildə oturmasına imkan yaradır. Kənarlar dartılır, əyinə mükəmməl şəkildə oturur və tamamilə sızmaların qarşısını alır. Digər bezlərlə müqayisədə Pampers ən çox dartıla bilən kənarlara sahibdir. Gözəl libas tikdirmək 3 həftə, saçları uzatmaq 2 il. Sizi qeyri-adi edən şeylər bir günə yaranmır. Amma 10 gün ərzində daha möhkəm saçlar Pantene ilə mümkündür. Onun unikal amino S tərkibli Pro-V kondisioner formulu saçların kökündən ucuna kimi bir qaydada bərpa olunmasına kömək edir və onları cəmi 10 gün ərzində gözə çarpan dərəcədə daha möhkəm edir. Özünüz sınayın. Saçlar o qədər sağlamdır ki, siz parlayırsınız. Ariel Prozim 7 yeni nəsil yuyucu tozu təqdim edir.
Mənim yemək proqramım çox populyardır. Buna görə də ekranda qüsursuz görünməliyəm. Çəkilişlərdən sonra paltarımda müxtəlif ləkələrin olduğunu görürəm. Bu ləkələri ancaq evdə olarkən təmizləmə imkanım olur. Əvvəllər bu ciddi problem idi. Artıq mən bu məsələnin həllini tapmışam. Yeni Ariel Prozim 7 həm ən çətin ləkələri təmizləyir, həm də parçanı gələcək ləkələrdən qoruyur. Yeni Ariel parçanın liflərini hamarlaşdırdığı üçün ən çətin ləkələr belə parçaya daha az yapışır və yuyulma zamanı asanlıqla təmizlənir. Qüsursuz xarici görünüş mənim uğurum üçün əsl zəmanətdir. Yeni Ariel Prozim 7 bugünkü ləkələri təmizləyir, gələcək ləkələrdən qoruyur. Belə təkrar olunmaz anlarda hər şey çox gözəl olmalıdır. Yeni dezodorant Fa Qızıl Ulduz. 24 saat müdafiə, zərif, cəzb edici ətir. Bütün günü Glamour Fa kolleksiyası. Qızıl Ulduz dezodorantı. Yeni Fa, təravətə yeni baxış. Saç düzümləri gəlir, saç düzümləri gedir. Amma onların hamısı saç tələb edir. Saçlarınızı itirməyə imkan verməməlisiniz. Kəpək baş dərisinin problemləri deməkdir. Bu isə saç dökülməsinə səbəb ola bilər. Kişilər üçün yaradılmış yeni Head & Shoulders saçları möhkəmləndirir, kəpəyi 100% ləğv edir. Yeni saçları möhkəmləndirən Head & Shoulders saçlarınızı daha uzun müddət qoruyun. Belə günlərdə sən azərkeş olmağa üstünlük verirsən, bəziləri isə bundan faydalana bilər. İstənilən bir gündə hücumu dəf etmək üçün sənə ən etibarlı müdafiə lazımdır. 1, 2, 3, 4. Always-in yeni 4 fix qanadları səni sızmalardan əla qoruyur. Hətta həyat burulğanında belə. Hər gününü Always Ultra 4 fix ilə rahatlıqla yaşa. Rahatlığın üçün light və normal bezləri indi daha qısa. Yeni Kamay. Bu, bir-biri üçün yaranan bir qadının və bir kişinin hekayəsidir. Onları cazibədar ətir tanış etdi. Sən necə də gözəlsən. Onu heyran edin. Yeni Kamay kolleksiyası. Hətta qaranlıqda belə. Bircə toxunmaqla sizi tanımaq olar. Əgər siz üz qırxma üçün Gillette Series Geldən istifadə edirsiniz. Köpükdən fərqli olaraq gel üzün bütün səthinə yayılır. Daha rahat və hamar üz qırxma üçün antifriksion texnologiyası sayəsində ürgücün qüsursuz hərəkətini təmin edir. Gillette Series Gel köpükdən daha yaxşıdır. Kəpək, bəs mən indi neyniyim? Narahat olmayın. Axı kəpəyi effektiv yox edən şampun var. Acti-Zinc formulalı Head & Shoulders kəpəyi effektiv yox edir. Baxın, heç bir kəpək yoxdur. Görürsüz, bu şampunu müntəzəm istifadə etdikdə kəpəyin nə olduğunu həmişəlik unuda bilərsiniz. Buna görə mən Head & Shoulders məsləhət görürəm. Sağlam Saçlar Mərkəzi tərəfindən tövsiyə edilir. Bədəninin tər iyini özün hiss etməsən də, başqaları hiss edir. Rexona'dan hər gün istifadə et və cazibədarlığının yeganə nöqsanından azad ol. Rexona, tər iyinin adına ləkə salmasına son qoy. Sən dünyanı yarışa dəvət edəndə qələbə sənin ola bilər. Bu günü yeni McFree Turbo Victor'dan aldığın əminliklə başla. Üzünüzü yuxarı və ya aşağı qırxmanızdan asılı olmayaraq tam rahatlıq və daha az qıcıqlanma. Jiletin rahat ülgücünü McFree Turbo'nu sınayın. Həm Azərbaycan, həm də Gürcüstan 10 illiklərdən bəri özünün parlaq bəstəkarlıq məktəbi ilə tanınıb. Zaxari Palyashvili, Partsxaladze və digər görkəmli bəstəkarlar mütəmadi olaraq Azərbaycan bəstəkarları ilə mədəni mübadilələr eləyib və bu da iki qardaş xalqın mədəni münasibətlərinin inkişafına möhtəşəm təsir bağışlayıb. Və bir halda ki, musiqinin təsir qüvvəsindən, bəstəkarlarımız arasındakı dostluq əlaqələrindən danışdıq, onda səhnəyə çox hörmətli və tanınan bir şəxsiyyəti dəvət eləyəcəyik. Gürcüstan Bəstəkarlar İttifaqının sədri, dünya şöhrətli görkəmli bəstəkar Vaj Azaraşvili səhnəyə dəvət olunur. Alqışlarla qarşılayaq. Xanımlar və cənablar,
Sizləri ehtiramla salamlayıram. Böyük məhəbbətlə qeyd eləmək istəyirəm ki, Gürcü və Azərbaycan xalqlarının arasında əsrlər boyu davam edən dostluq mövcuddur. Bugünkü təntənəli tədbir də dediklərimə sarsılmaz qardaşlığa və əbədi dostluğa dəlalət eləyir. Bir daha demək istəyirəm ki, bizi tarixi dostluq telləri bağlayır. Azərbaycanın görkəmli oğulları burada yaşayıb yaradıblar. Məsələn, Mirzə Fətəli Axundov. O əbədiyyətə də bu torpağın qoynunda qovuşub. O dahi yazıcı, dahi nasirdir. Nizamini xatırlamaq istəyirəm. Onun yaradıcılığı mənim elə xoşuma gəldi ki, onlarla rus dilində tanış olsam da, həmin tərcümələrin əsasında vokal silsilə yaratdım. Onlar indi də ifa olunur. Bu adlar sırasında Nəriman Nərimanovu xatırlamamaq ədalətsizlik olar. Böyük dirijor Niyazini xatırlamaq istəyirəm. O Tiflisdə dünyaya göz açmışdı. Doğrudan da dahi dirijor idi. Hələ Rəşid Behbudov demirəm. Yəqin Arşın Malalan filmindən onun virtuoz ifalarını görməyən adam tapılmaz. O da əslən Tiflisdəndir. Mən fəxr edirəm ki, tez-tez Bakıda oluram. Bu şəhər olduqca gözəldir. Şəhər gözəl olduğu qədər də onun sakinləri gözəl və səmimidirlər. Orada mənim həmkarlarım və dostlarım yaşayırlar. Bakıda dəfələrlə müəllif konsertim olub. İndi burada mənim dostlarımı saymaq çətindir. Mən onları çox sevirəm. Tez-tez onlara baş çəkirəm. Fəxr edirəm ki, hazırda Manana Çaparidze Bakıda ən yadda qalan müğənnilərdəndir. Gürcü və Azərbaycan xalqlarının dostluğuna eşq olsun. Gruzinami Azərbaycansını. Teşekkür ederiz size bir daha ki siz bak bu yayın İsticir Hacırı'nda bizimle berabersiniz ve hiç neye bakmayarak bu güzel bayramda siz de iştirak ediyorsunuz. Çok sağ olun her biriniz. Ve daha bir çıxış olacaq. Biz bura çox sevimli Gürcüstanda sizin yaxşı tanıdığınız bir kollektivi dəvət eləyəcəyik. İstedadlı uşaqlardan ibarət. Və onlar da burada öz şeir payını sizə təqdim eləyəcəklər. Bəli, söhbət deməli Kəpənəkçi kəndinin 1 nömrəli məktəbinin şagirdlərindən gedir. Həm Gürcü, həm də Azərbaycan sektorunun şagirdləridir. 6 igid qızınız var ki, onlar hal-hazırda burada həm Gürcü, həm Azərbaycan dilində sizə Gürcüstan və Azərbaycan şeirini söyləyəcək. Bizatı var Sagutari, Sam şabrada mindar veli, Vinçarında igosigi, Pinelu tu indoyeli. Çox keçmişəm bu dağlardan, durna gözlü bulaqlardan, eşitmişəm uzaqlardan, sakit axan arazları, sınamışam dostu yarı. Amlamazm tepsdə çıxaro epşoriz, meyara ertida araori, tğegavat are mixmovnen şorit, megobre bida ertilamazi, tamodun duneçqnari arazi. Gidevu pro, iğarcine Sakartvelo, gidevu pro, bevrişivili, Gamazarte Sasakhelo, gideverti Rustaveli, gidevert Xelamqero, Şençxaro, Çvençkvaxaro. El bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən, ayrılar mı könül candan, Azərbaycan, Azərbaycan. Qargiroma xarkoy qanamitsiz, çemiroma xaritsiyanisit, çemisiz xlixarda çemixortsi, xarvarsqlava bitsavse xaliça, Azərbaycan, Azərbaycan. Mevarşvili daşen naxateda, memxoloçent vistaşen tanertat, varsebov qelgan şesvarsklas xodav, qelgan mina tepşeni lambari, xar qelgan çemi tavşe safari. Gamıxnev da gagvamıxnev, gevaleba Sakartvelo, şegicliya Sakartvelo, gagimarca Sakartvelo. Sumqayıtdan Rustavya çıx yola, alın şu xərkola, Nizami ilə Rustaveli qol-qola, biri sizin, biri bizim deyilmi? Hər ikisi ikimizin deyilmi? Yaşa, yaşa Azərbaycan, Qaqimarcos Azərbaycan, yaşa, yaşa Gürcüstan, Qaqimarcos Sakartvelo. Bu yaxınlarda Bakıda möhtəşəm beynəlxalq muğam müsabiqəsi keçirilib. Çox istedadlı bir xanəndə Bakıya gələn bütün beynəlxalq muğam musiqisi ifa edənlər arasında ən yaxşı xanəndə adına layiq görüldü. Söhbət həmin muğam müsabiqəsinin Grand Prix mükafatçısı Təyyar Bayramovdan gedir. Duygularım dile geldi yine, insanlar
insan ola. Mehriban ola, mehriban ola. Mehriban ola, mehriban ola. Temiz eşki mehabbeti tutayım. Teyekküle gam güsseden uzayım. Temiz eşki mehabbeti tutayım. Teyekküle gam güsseden uzayım. Bir könülde min can olar. Daha da mehriban olar. Mehriban gayrikeş bir insan olar. Mehriban gayrikeş bir insan olar. Mehriban olayak, mehriban olar. Mehriban olayak, mehriban olar. Hay Sesimiz yayılsın bütün cahana. Vatanımız ile birgə uzanan. Şan şan şöhret getiren Azerbaycan'a. Mehriban yaşayan mehriban ağlar Mehriban, mehriban, mehriban olayan, mehriban olayan. Bax, bu gözəl gündə Gürcüstan və Azərbaycan xalqları arasında dostluq bayramını qeyd etdiyimiz bir gündə şübhəsiz ki, hər birimizin ağsaqqal sözünə, ağsaqqal xeyir duasına böyük ehtiyacı var. Odur ki, gəlin səhnəyə el ağsaqqalı Binəli Göyüşovu dəvət edək. Kəpənəkçi elinin adından və ağsaqqallarının adından belə bir səmballı tədbirin ideyasını verən, onu hazırlayan bütün şəxslərə, təşkilatlara, cəmiyyətə hamısına minnətdarlığımı bildirirəm. Və əmin olmaq istəyirəm ki, belə bir tədbir müvəqqəti xarakteri daşımayıb, müntəzəm surətdə inşallah ildən ilə bizim bu gözəl elimizdə keçiriləcəkdir. Azərbaycan və Gürcü xalqlarının dostluğu tarixidir, daimidir. Mənim babam Göyüşoğlu Dəli Vəli deyərdi, Allah rəhmət eləsin, onun çoxlu Gürcü dostları var idi. 100 yaşında rəhmət et, deyirdi ki, mən heç vaxt eşitməmişəm ki, Gürcülərlə Azərbaycan arasında münaqişə olsun və inşallah bundan sonra da ola bilməz. Son bir neçə illər ərzində doğma Gürcüstan Respublikamızda aparılan demokratik islahatlar, verilən dünyavi qanunların bəhrələrindən biz Azərbaycanlılar da Gürcüstanda yaşayan o birisi xalqlar kimi bəhrələnirik və öz məişətimizdə, işimizdə, həyatımızda bunun gözəlliyini hiss edirik. Bütün başqa sahələrdə olduğu kimi elm sahəsində şairlər, yazıçılarımız da daima öz Gürcü həmkarları ilə dostluq eləyiblər. Azərbaycan şair və yazıçılar Gürcü həmkarlarının yaradıcılığına münasibət bildiriblər, tərcümə eləyiblər və tərcümə olunublar. Çox sevindirici haldır ki, bu ənənəni bizim kəndin gözəl oğulları,
Abbas Abdullah və şair Zəlibxan Yaqub davam etdirirlər. Şair Abbas Abdullah böyük gürcü şairi İlya Çavçavadze'nin insanlığına, həyatına, faciəli ölümünə həsr elədiyi ömür yolu, ölüm yolu poemasını yazmışdı. Yeri gəlmişkən onu deyim ki, dövrünün görkəmli şəxsiyyəti olan Emin Ağa Hacaloğlu İlya Çavçavadze ilə şəxsi dostluq eləmişdilər. Şair Zəlimxanın şeirlər məcmuası Gürcü dilinə tərcümə olunub, Gürcüstan Respublikasının şərəf ordeni ilə təltif olunubdur. 19-cu əsrin axırlarında 1887-ci ildə İlya Çavçavadze'nin Bahar adlı şeirini Cəlal Ünsüzadə tərcümə eləmişdi. Onun son sədirləri belədir. Dağlar al yaşıl oldu, dərələrə gül doldu. Bülbülüm, gülüm vətən, sən haçan açılarsan? Bülbülüm, gülüm vətən, sən haçan açılarsan? İnşallah Gürcüstan da gül kimi açılacaqdır. Mühəqqəti çətinliklərlə üzləşibdir. Biz Azərbaycan xalqı ürəyimizdə ağrı ilə bunu izləyirik. Və əminik ki, Allahın köməyi ilə bu çətinlikləri, bu erişli yoxuşlu yolları doğma Gürcüstanımız şərəflə keçəcək, bütövləşəcək, inkişaf eləyəcək və dünya dövlətləri cərgəsində özünün layiqi yerini tutacaqdır. Yaşasın Azərbaycan və Gürcü xalqlarının dostluğu. Kartveldə Azərbaycan eli, xalq ismi Qobrabaz, Qalmarcuz. Bu Ağsaqqal fikrindən sonra, bu kəlamlardan sonra mütləq elə xalqlarımız qədər müdrik və qədim bir sənət nümayiş olunmalıdır, bir gözəl musiqi səslənməlidir. Siz ki,